Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Sizə aprelin 5-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacaq, səhər və axşam bir çox yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 10-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 9-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti müşahidə ediləcək. Hava məlumatını təqdim etdik dəyərli izləyicilər. Bizdən bugünlük bu qədər. Hələlik.